Axşamınız xeyir, Xəbərvar efirdədir. 2 gündür yenə də Əli Həsənovun xəbər portalları Xankəndini vurub Şuşa qalasında Azərbaycan bayrağı dalğalandırırlar. Özü də bu xəbəri belə başlıqla tirajlayırlar. 25 ilin ən cəsarətli addımı Zakir Həsənov Xankəndini vurun əmri verdi. Belə xəbərlər tez-tez yayılır. Şəxsən mən bu ilin 8 ay ərzində azı 800 dəfə belə başlıqlı xəbərlə rastlaşmışam və elə başlığa baxıb gülüb keçmişəm. Yaxşı olar, siz də belə edəsiniz. Çünki Xankəndini vurmaq səngərdə əsgərlərlə ananas yeyib şəkil çəkdirmək deyil, Zakir Həsənov onu yaxşı bacara. Ümumiyyətlə, nəinki Müdafiə Naziri Zakir Həsənovun, heç Ali Başkomandan İlham Əliyevin də başı üçün deyil ki, Rusiya ordusunun qoruduğu səngərə atəş açar. Bu adamlar Rusiyanın göstərişi ilə aprel döyüşlərini dayandıran, ermənilərlə şərab içmək arzusundan dəm vuran adamlardılar. Bunlar vursalar Putinlə, Şayqo ilə birlikdə ermənilərin Xankəndidə hazırladığı çeşmə tutarağından, üzüm kanyakından zaddan vurarlar, özü də Qarabağın sağlığına. Hər bir yanı dağ, bəxti bataqlıq Qarabağdır. Hər bir yanı dağ, bəxti bataqlıq Qarabağdır. Bülbülləri köçkündür, quraqlıq Qarabağdır. Qaçqınlar üçün hər səhər əl çatmayan arzu, nazirlər üçün hər gecə sağlıq Qarabağdır. Kim düşdü əsir şilləyə hər sirrimi satdı, yəni Qarabağ bir şapalaqlıq Qarabağdır. Düşmən dedi Cavid silahı sən at əlindən, şahın uduzub mərci qonaqlıq Qarabağdır. Büdcənin atasını yandırıb balalarına milyonlarla dollarlığı mülklər alan İlham Əliyev bu saat Xankəndini vurmaq zadayında deyil. Çünki onun uğurlu siyasəti nəticəsində ölkə faktiki olaraq çöküb, narazılıq pikətdə çatıb. İndi hətta bir zamanlar onun uğurlu siyasəti haqqında ağız dolusa danışan idmançılardan tutmuş, onun üçün Şəngülümün nağlındakı kimi döşündə bülten daşıyan bəzi müəllimlərə qədər hamı narazılıq edir. Amma əsas odur ki, Putin hələlik onlar razıdır. Niyə də narazı olsun axı? Adam hətta bu vəziyyətdə belə öz ölkəsini xaraba qoyub, Rusiyada 2,5 milyard rublə sanatoriya təmir etdirir. Bütün Rus müğənnilərini Bakıya dəvət edib, onlara xorla yaşasın Rus ordusu hərbi patriotik mahnısını oxutdurur. Nə bilim, idmançıların maaşlarını kəsib Putinin haqqını verir və s. Adam bundan artıq daha nə etməlidir ki? İdmançılardan söz düşmüşkən onlardan da xəbər var. Keçən verilişdə idmançıların maaş tələbi ilə etiraz aksiyası keçirməsi haqqında danışmışdım. Dünən isə Azərbaycan Güləş Federasiyası bu hadisə ilə bağlı açıqlama yayıb və bildirib ki, Güləş Federasiyasının güləşçilərə maaş vermək kimi bir öhdəlik zadı yoxdur. Çünki federasiya fəaliyyətini dövlət yox, sponsor təşkilatlarının ayırdığı maliyyə ilə tənzimləyir. Sponsorlar isə daha əvvəlki qədər pul vermirlər və salam. Beləliklə də məlum olub ki, sən demə illərdir idmana qayğını prezident yox, bir neçə sponsor təşkilatı göstərirmiş. Uşaqda fərasətə bax, malades sənə. Adamlar deyirlər ki, bizim idmançılara maaş vermək kimi öhdəliyimiz yoxdur. Elə bu açıqlama verilən gün axşam isə açıqlamanı yayan qurumun vitse-prezidentinin oğlu Elşən Cəfərovun bahalı restoranlarda, bahalı maşınlarda, xarici ölkələrdə kef etdiyi ortaya çıxır. Bəli, razıyam ki, hər bir valideynin övladına normal şərait qurmaq kimi bir borcu var. Amma heç bir valideyn bunu başqasının cibinə girərək etməməlidir. Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Naziri General-Leytenant Əhməd Əhmədovun ətrafında 2 aydan artıqdır aparılan əməliyyat nəhayət məntiqi sonluğuna çatdı. Muxtar Respublikanın Ali Məclisinin sədri Vasif Talıbovun sərəncamı ilə o tutduğu vəzifədən azad olundu. Əslində isə Əhməd Əhmədov 1 aydan artıq idi ki, vəzifəsindən uzaqlaşdırılmışdı. Bəs Muxtar Respublikanın hakim elitasının xüsusi çəkili bu nümayəndəsinin günahı nə idi? Muxtar Respublikada ictimai-siyasi sabitliyin zor gücünə təmin olunmasında müstəsna rolu olan, vaxtilə Nehrəm etirazçılarının üzərinə daxili qoşunların zirehli texnikasının üstündə yeriyən, yeri gələndə son dərəcə qüdrətli şəxsləri şəxsən döyməkdən belə çəkinməyən bu general Muxtar Respublika rəhbərinin qəzəbinə niyə gəldi?
Bu barədə qəti bir fikir söyləmək hələ ki çox çətindir. Əhməd Əhmədovun vurulmasına dair çoxlu sayda iddia və ehtimal var. Şahtaxtı gömrüyündə tutulmuş 90 kiloqram narkotiklə əlaqələndirilməkdən başlamış hansısa türk generalla gizli əlaqələrə, Bakıdakı bir obyektini asan xidmətə 140 min manata icarəyə verməsinə görə kimlərisə qəzəbləndirməsinə dək ən müxtəlif və bəzən də ziddiyyətli ehtimallar irəli sürülür. Təbii bunlar hamısı ehtimallardır. Bu günə qədər dəqiqləşmiş məlumatlar isə ondan ibarətdir ki, ənənəvi siyasət Əhməd Əhmədova münasibətdə də özünü göstərir. Onun çoxsaylı biznes obyektləri təhvil təslim edilir və yaxın ətrafı, qohumları, komandası iş başından uzaqlaşdırılır. Əhməd Əhmədovun başının üzərinə qara buludlar alandan sonra isə Naxçıvan Daxili İşlər Nazirliyində təxminən Milli Təhlükəsizlik Nazirliyindəki əməliyyata oxşar hadisələr baş verib. Belə ki, Muxtar Respublikanın Dövlət Təhlükəsizlik Xidməti əməkdaşları Daxili İşlər Nazirliyinin onlarla rütbəli əməkdaşını, o cümlədən Nazirliyin Baş Cinayət Axtarış İdarəsinin, Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin, Nazirliyin 7-ci idarəsinin rəislərini həbs edib 2 həftədən artıq onları Dövlət Təhlükəsizlik Xidmətinin təcridxanasında saxlayıblar. Bu şəxslərə qarşı mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvət alma və sair ağır ittihamlar irəli sürülüb. Hətta bəzilərinin rüşvət almasına dair sübut kimi gizli çəkilişlər də ortaya qoyulub. Saxlanılanların bir qismi Muxtar Respublikanın ərazisini tərk etməmək şərti ilə sərbəst buraxılıb, bir qismi hazırda ev dustaqlığındadır. İstintaq isə hələ davam edir. Yeri gəlmişkən onu da qeyd edim ki, işdən çıxarılanlar arasında Əhməd Əhmədovun qardaşı və onlarla yaxın uzaq qohumu var. Bu da belə getdi. Bu hadisədən hamı nəticə çıxarmalıdır. Bu gün xalqa divan tutan Daxili İşlər Naziri Ramil Yusubovdan tutmuş, onun müxalifətçilərin məhkəmələri önündə provokatorluq edən xuliqanlarına qədər hamı. Vaxtiykən Naxçıvanın Milli Təhlükəsizlik Naziri Vəlal Əsgərov da İlham Əliyevin göstərişi ilə xalqa divan tuturdu. Amma günün birində adamı elə İlham Əliyevin göstərişi ilə həbs edib, öz rəhbərlik etdiyi qurumun zirzəmisinə basıb, üzünə tüpürdülər. Vaxtiykən Milli Təhlükəsizlik Nazirliyində Akif Sovdarov var idi. Adamın kəsdiyi başa sorğu-sual edilmirdi. İndi məhkəmədən ədalət dilənir. Bəs Hacı Məmmədov necə? Onu da xatırlarsınızmı? Adam vaxtilə Heydər Əliyevin və sonradan onun oğlu İlham Əliyevin şəxsi killeri kimi çalışmışdı. Qarabulaq deyilən ərazidə bir restoran tikdirib, bu restoranın hər daşına, divarına bir meyid örmüşdü. Təbii özündən yuxarıdakıların əmri ilə, amma indiyə qədər də Dövlət Təhlükəsizlik Xidmətinin təcridxanasında yatır. Yəni, unutmayın ki, meymun boğulanda öz balasını da ayağının altına alır və siz deyə bilməzsiniz ki, İlham Əliyev gələn dəfə boğulanda onun ayağının altında siz qalacaqsınız, yoxsa başqa biri. Deməsən daha yaxşı. Yox, Cəbrayıl rayonundan qaçqın düşdüyü bildirim. Mən adım familiyonum. Adım familiyonum. Mən meymunam. Yox. Mən meymunam. Elə cəmaatın şəxsiyyətini Polis gəlsin, cəmaatı vətəndaşı. Multikulturalizmin beşiyində isə indi cəmaata məscidlərdə yığışmağı qadağan edirlər. Niyə? Çünki istənilən yerdə 5 nəfər adamın bir yerə yığışmasından narahatdırlar, qorxurlar. Ki, birdən o 5 nəfərdən biri qalan 4 nəfəri izah edər ki, biz insanıq və biz bu qədər əzilməyə, tapdanmağa dözmək məcburiyyətində deyilik. Birdən kimsə deyər ki, biz ümumiyyətlə belə yaşamamalıyıq. Ona görə də indi məscidlərin qapısına elan vurub yazırlar ki, gündəlik vaxt namazlardan sonra hər hansısa bir səbəb bəhanəsi ilə, məsələn, kitab oxumaq, sual soruşmaq bəhanəsi ilə məscidin həyətində qalmaq və toplaşmaq qəti qadağandır. Təsəvvür edə bilirsinizmi, 5 nəfərin məsciddə kitab oxumağı qadağan edilir. Adamlar istəyirlər ki, hamı Jara musiqi festivalına yığışsın, ildə bir neçə dəfə Heydər Əliyevin bütünün qabağına yığışsın. Başqa heç yerdə yığışmaq olmaz. Meydanda yığışsan, polis aparar, məscidə yığışsan, molla qovar. Bütün bu anormallıqların səbəbi isə odur ki, İlham Əliyev Nazirlər Kabinetinə, Prezident aparatına bir qrup axmaq adamı yığıb və onları illərdir dağılışmağa qoymur. Məhz bunun məntiqi nəticəsidir ki, məsciddə kitab oxumaq üçün, meydanda etiraz etmək üçün bir araya yığışa bilməyən adamların hamısı yavaş-yavaş qul bazarlarına yığışırlar.
Qul bazarında bu 3-cü mikrorayon dairəsində iş üçün növbəyə düzülən adamlar. Bir maşına bəlkə də 100 nəfər yaxındır. 100 olmasa da bir 20 var, amma yavaş-yavaş yaxınlaşır, adamların sayı çoxalır. Görürsünüz, yəni bizim vəziyyətimiz bax bu gündür. Və artıq indi dava başlayacaq. Bir-bir keçirlər, bir-bir keçirlər. Hələ bir neçəsi də keçir. Maşallah. Bəs deyirlər ölkədə işsizlik. Beş tane oğlan var burada. Hansının cibində pulu var? Özümü bağışlaya bilmirəm. Ölürəm mən hal-hazırda. Çörək pulunuz var cibində? Yox. Deyin, niyə demirsiniz? Toxların acılardan xəbəri yoxdur. Allah. Bunu millət görmür. Belə buradan avtotrasdan maşınlar keçir, hökumət keçir. Hanı bəs? Görmür bu cəmaat acından qırılır. Yox, ölkə başçısı buradan keçəndə niyə yol bağlayırlar, cəmaatı yığırlar? 10% qiymət qalxızmadan, pul qalxızmadan. Bizim hiç siyasında yox o. Hambal hiç siyasında yoxdur. Millət acından qırılır. Bildim ben, indi axırımız nə olacaq? Axırımız yoxdur, o axıra qalan biləcək. Axırımız nədir? Axıra qalan biləcək. Nədir axırımız? Nədir? Sözümüzü deyəndə polislər bizi döyür. Bəli. Salur topun qanın altından deyir, çıxın gedin buradan. 16 qəptik yumurta camaat onları yemirə kin oğlu. Bir günü mən çörək yemirəm, nə qarım var ya? Mən böyrəyimlə, qılsamla əziyyət çəkirəm. Valla. Allah'ın başına haqqı oldu bax. Ha. Bəs tabi millət qırmayın da ki. Mən nə qarım, kimə deyim dərdimi? Ben bu boyda hökumətini görmür ki, millət burada şimdi öyle cimdə bir mat pulu yoxdur. Çörək almağa. Görmür. Kreditdə deyil. Deyirlər gətirin, hökumətə kreditdir. Nə ilə ödəyim? İstəyərsən ödəsin də qardaş. İstəməsə mən 111 manat pensiya alam. Aparı bana verəcəm, özüm yiyəcəm. Milləti, belə ağzından qırmaqdansa bir dənə müharibə eləsin, geçsin bunlar qırılsın almış orada. Qardaş, belə ölümdənsə, gidək Qarabağa ölək. Bilə ki qırıldı. Cəmaatda bizi ya torpağımı alırım ya ölərəm. Ben şəxsiyyətlə uğraşlar kimi ölmürlər. Geçsin cəmaat olsa indiyənə kimi kasım kusur qoy. Qırılıb qatırlar qardaş. Sən aferin balanın canına. Akşama çörəm apılın var? Yox, toba yoxdur. Bir kafem de yoktu. Bir aydır mən bura işsiz qalmışam. Heç nədə yoxdur. Çöllərdə qalıram. Konkretin mən sənə deyim qardaş, bu Azərbaycanda qardaş, yaşayırsansa, öz vətənində yaşayırsansa, iş tapa bilmirsənsə, da onda sən nə vətəndaşsan mənim başım çıxmır. Ona torpaq verirlər, ona imkan yaradılar, ona şərait yaradılar. Amma mən isə dilənçidən pis dolanmam. Maşında yatır. 21-ci əsrdə pulun pul vaxtında, Azərbaycanın neftin, qazın bol vaxtında İskamikada adam yatar. Üzür. Para baxır bunlar. Yarıdan qocalar. Pensiyaner kişi evine oturur, nəvi oynadan gəlib hambal bazarına durur. Bir dəqiqə deyir, deyir söz söylərdim, bir dəqiqə. Deyir 70 manatdan. Sosyal yardımlar buna. Pensiyanlardan sotda döyüləm. Pensiyandan gəlirim yox, pensiyam yox. Bir dəqiqə deyəm, pensiyam yox, torpağım yox. Hanı mənim sosial yardımım? Cənab Prezident İlham Əliyev olmasa, vicdanıma and olsun. And olsun bizi yaradan Allaha. Bütün o məmurlar var ha, onun böyründə oturanlar o prezident apardan satıb yeyərlər. O binaları satıb yeyərlər. Bu binaları satarlar. Bizdə o yumurta var ha, 15 qəpik, 16 qəpik. Onun əlimizdən alıb qocalar cibinə. Belə milləti pis. Nə tərəf bu adam evinə çörək aparıb yemir bir gün. Ya, ona pensiya çıxmalı insandır. Nə gəzilir burada? Niyə sosial yardım ödəmsən ona? Verin yesin də. Bəsdirin ha, bu milləti qırmağınız bəsdir valla. Millət qırılır, deyə bana bax, baba. Təllabaqdan gəlib ölür, qayaqda yıxırır. Bizdən var. Valla da yıxırır da qardaş, valla acından yıxırır. Olmaz. Şu. Bu həftəlik də bu qədər. Mən sizinlə cümə gününə qədər sağollaşıram. Çətin də olsa çalışın, salamat qalın.